Axşamınız xeyir olsun əziz müəllimlər. Bilirəm, bəzi müəllimlərin artıq simvolları tanış gəlir. Bugün və dünənki tədbirlərdən gördüyümüz müəllimlərdir. Hər birinizi salamlayıram. Ümid edirəm ki, yorğun deyilsiniz. Maraqlı bir təlim günüdür bugün. Maraqlı bir mövzumuz var. Mən hal-hazırda ekranı paylaşıram sizlə. Bugün əslində dünən keçməli idi təlimimizi. Təəssüf ki, dünənki tədbirlə əlaqədar çox gec saatda bitdiyi üçün və biraz da yolların tıxacı olduğu üçün dünənki təlimimiz bugünə keçirildi. Sinifin idarə edilməsi və motivasiya təlimi. Müəllimlərin ən çox yaralı deyimmi, yoxsa ehtiyacı olduğu mövzulardan biri olan sinifin idarə edilməsi təlimidir. Sinifin idarə edilməsi nə deməkdir? Müəllimin dərs zamanı sinifdə baş verənlərin təşkil etməsi və davranış və fəaliyyətləri istiqamətləndirməsi, öyrənməni məqsədyönlü və səmərəli şəkildə idarə etməsidir. Təbii ki, bu bir qaydadır, amma qaydadan biz başa düşərək öyrənsək və ya başa düşərək tam olaraq sinifi idarə etmək nə deməkdir bilsək, işimizi daha asan qurmuş olacaq. Yəni, biz dərs zamanı sinifdə baş verənləri təşkil edə biliriksə, şagirdlərin davranışlarını və ümumi fəaliyyəti istiqamətləndirə biliriksə, öyrənməni və ümumi fəaliyyəti, bütün hər bir şeyi məqsədyönlü və səmərəli şəkildə idarə edə biliriksə, deməli biz artıq sinifi idarə edə bilirik. Bir də sinifin idarə edilməsi sadəcə qayda qoymaq demək deyil. Yəni, mən sinifdə qayda qoyuram, ay bu qayda olsun, sakit durun, səssiz durun, nə bilim, ancaq mən dediyimi eləyin, nə bilim, ancaq əlinizi qaldırın, danışın, dərsdən başqa heç bir şey danışılmayacaq və s. kimi sadəcə qaydalar qoymaqla deyil, həm də şagirdləri dərsə cəlb etmək, vaxtı və resursları düzgün idarə etmək deməkdir. Yəni, bizim məqsədimiz nədir? Bütün sinifin şagirdlərini hamısını dərsə cəlb eləyək, onlar bizim istəklərimizə, yəni ki, istəyimiz nədir? Dərsi yaxşı cavab versinlər, həmçinin dərsdə iştirak eləsinlər, pasiv şagird olmasın. Ola bilər hansısa şagird daha çox qavraması olsun, hansınınsa daha az qavraması olsun, bunu başa düşürük. Çünki heç bir şagird, heç bir insan ümumiyyətlə hər şeyi 100% qavraya bilməz. Bu normal bir haldır. Psixologiyada da, yəni bütün alimlər də bunu sübut eləmiş bir vəziyyətdir ki, heç bir şagird tutaq ki, həm riyaziyyatı, həm Azərbaycan dilini, həm ingilis dilini, həm biologiyanı, həm kimyanı eyni formada öyrənə bilməz. Bu aydın bir şeydir. Sadəcə olaraq biz onların hər birinin dərsə marağını oyatmalıyıq, yəni onları dərsə cəlb eləməliyik və vaxtı və resursları düzgün idarə etməliyik. Vaciblik nə üçündür? Səmərəli öyrənmə mühiti təmin edir, zaman itkisinin və dərs pozulmasının qarşısını alır, müəllim və şagirdlər üçün rahat mühit yaradır. Deməli, biz sinifi düzgün idarə ediriksə, bizim üçün rahat mühitdir, şagirdlər üçün rahat mühitdir. Keçək növbəti slaydımıza. Davranış problemləri və onların səbəbləri. Deyəcəksiniz ki, ay müəllimə, sinifi idarə eləmək deyəndə asandır, amma bəs yaxşı, bu davranış problemi olanlarla neyniyək biz? Elə sinifi idarə eləmək kitabdan da oxuyuruq, nə bilim, təlimçilər də danışır. Bəs biz nətər eləyək ki, bu davranış problemləri olan şagirdləri düz yola çəkək, sinifdə sakit vəziyyətə gətirək, nə bilim, özümüzə tabe eləyək, dərs mühitinə uyğunlaşdıraq. Sinifdə yaranan davranış problemləri, məsələn, nə ola bilər? Kobud söz ola bilər, uşaq-uşağa bir kobud söz dedi, danışdı, ağzını yığmaq olmur, görürsən ki, elə danışır, nə olur olsun bir söz çıxır ağzından, dalaşır, baxırsan ki, uşaq-uşaqla dalaşır. Diqqəti yayınıq uşaqdır. Sakitlik yanıb. Məsələn, mənim sinifimdə bir elə şagirdim var idi. Sakit dayanırdı, amma elə gözü orada buradaydı. Ya qapıya baxırdı, ya pəncərəyə, ya göyə, ya yerə. Yəni, baxırsan ki, uşaq məndən başqa hər yerə baxır da. Yəni, diqqəti yayınıq uşaqdır. Və təbii ki, dərsi pozan şagirdlər. Şagird də var ki, yəni, söz danışmaq, dalaşmaq, diqqəti yayınıq başqa, amma qəsdli formada, yəni məqsədyönlü formada dərsi pozmağa çalışır ki, mən öyrənmək istəmirəm və ya nəyəsə aqressiyasını göstərir və məktəb əmlakına zərər vurmaq. Baxın, günümüzün bizim problemlərimizdən biri də budur. Əslində, bir çox müəllim bunu çox da əhəmiyyətli qəbul eləmir, amma nəzərinizdən çıxmasın ki, əziz müəllimlər, bugün məktəbdə hər hansı bir əşyaya mı, kitaba mı, dəftərə, qələmə, nəyəsə zərər vuran şagird
Sabahları gedib öz evində də və nəinki təkcə evində, cəmiyyətdə olan, çöldə olan əşyalara, dövlətin malına da zərər vuracaq. Yəni bu təkcə bizim məktəbimiz üçün deyil. Amma nəzərə alın ki, bu gün hansısa bir sinifdə 3 dənə qırıq stul varsa, sabahları o sinifdə o qırıq stulların sayı daha da artacaq və gün gələcək ki, müəllimin də stulu qırılacaq. Yəni inanın ki, mən bu halları çox az da olsa görmüşəm ki, yəni müəllimlər çox fikir verməyib ki, əşi, məktəbin malıdır da, nə olsun, qoy qırsın, zərər versin, mənə nə, mənim işim deyil, mən fən müəllimiyəm, mən dərsimi keçməyə gəlmişəm, amma bir gün olub ki, çox qısa müddətdən sonra bir də görür ki, öz stulunu qırıblar artıq. Yəni demək ki, bunu vaxtında qarşısını almalıyıq ki, düzgün dərs prosesinə nəzarət edə bilək. Yaxşı, əsas səbəblər nədir? Bu uşaq dayandığı yerdə danışmır ki, dayandığı yerdə dalaşmır ki, dayandığı yerdə dərsi pozmur ki, deməli nəsə bir səbəbi olmalıdır. Hansı səbəblərdir? Gəlin oxuyaq. Ailə mühiti, dəstək və diqqət çatışmazlığı, evdə sərt münasibət, əvvəlki uğursuz təcrübələr, yəni özünü bacarıqsız hiss edən uşaq müdafiə davranışları göstərir. Müəllimin yanaşması, məsələn, müəllim maraqsız, monoton, plansız dərs və ya çox sərt idarə etmə eləyə bilər. O zaman şagird yenə də dərsi pozmağa meyilli ola bilər və başlayın. Qaydaların olmaması. Yəni sinifdə heç bir qayda yoxdur. Uşaq da deyir ki, istədiyimi eləyəcəm. Yəni gözlənti və qayda bəlli deyil sinifdə. Hər müəllim tərəfindən müəyyən gözlənti və qayda olmalıdır. Bu qayda da bəlli olmayanda istər-istəməz dərsin gedişatı pozulur. Və nəhayət sonuncu əvvəlki dərsdə yaşanan gərginlik. Bəli, bəzən də o dərsdə dalaşmaqdır, nə bilim, bir-birinə söz atmaqdır, kobud söz deməkdir. Əvvəlki dərsdə, tənəffüsdə, məktəbdən öncə, məktəbdən sonra hansısa bir gərginlik olur. Daha sonra o gərginlik istər-istəməz bizim də dərsimizdə başlayır. Yəni davamını biz yaşayırıq. Və ola bilər ki, bəlkə də pik həddini biz görürük, ya da qısa bir fraqmentini biz görürük. Bizdən sonraki müəllim yoldaşımıza, həmkarımıza daha pis hadisə baş verəcək. Yəni, hər bir halda səbəblərdən biri də bu ola bilər. Yaxşı, bəs biz nə eləyək ki, bu davranış problemlərini az da olsa həll eləyək, əziz müəllimlər? Birinci səbəbini bilək. Yəni, bu əsas səbəblər, ola bilər ki, buradan fərqli də bir səbəb ola bilər. Amma ümumilikdə adətən bu səbəblər olur. Bu səbəbi müəyyənləşdirək. Məsələn, şagird özünü dərsdə pis apardı, ya durdu, digər yoldaşına bir söyüş söydü, biz dərhal elə, ay bala, pissən sən, tərbiyəsizsən sən, çıx küncdə dayan, 2 aldın, nə bilim, çıx sinifdən. Bunu deməli deyilik. Anlamalıyıq ki, niyə görə bu uşaq bunu dedi? Bəlkə haqlı olmasa da, heç bir kobud söz, söyüş söymək, dalaşmaq, bunun haqlı tərəfi yoxdur. Mən bunu müdafiə eləmirəm. Amma ən azından bunun altında yatan səbəbi bilmək lazımdır ki, bəlkə bunun əsəbini nəsə pozub və ya müəyyən bir ailəsindən problemi var bu uşağın və indi gəlib bilmədən bunu sinifdə artıq göstərdi. Yəni, bunu aydınlaşdırmaq lazımdır. Əgər biz səbəbi anlayırıqsa, o zaman şagirdləri düzəldə bilərik. Yəni, səbəbi bilmədən o problemi həll edib qətiyyən bilmərik. Bunu yadınızda saxlayın. Və tövsiyəmiz nədir? Səbəbi anlamaq həll yolunun yarısıdır. Bəli. Məsələn, diqqət istəyən şagird üçün əlavə məsuliyyət, liderlik, dərsdən sıxılan şagird üçün aktiv fəaliyyətlər təklif etmək çox effektivdir. Gördünüz ki, məsələn, bir sinifdə 20 uşağın bir 5-i maraqsızdır dərsə qarşı. Demək ki, burada siz artıq nəsə maraqlı bir fəaliyyət göstərməlisiniz. O fəaliyyəti göstərsəniz, o 5 şagirdi də əminəm ki, cəlb eləyə biləcəksiniz. Və ya, ta ki, baxırıq ki, şagird diqqət istəyir. Evdə valideynindən o sevgini görmür və ya nəsə bir şəkildə, yəni bir qırıqlıq var da, ailədən gələn bir soyuqluq var, ailədən gələn bir problem var şagirddə. Biz ona heç olmasa əlavə bir məsuliyyət yükləməliyik. Amma bu məsuliyyəti dərs barəsində yükləməliyik. Məsələn, hər hansı bir sinifə aid olan və ya fənnə aid olan bir maraqlı işi ona verə bilərik. O zaman artıq o özünü lider kimi, məsuliyyətli bir insan kimi hiss eləyəcək, məsuliyyətli bir şəxsiyyət kimi hiss eləyəcək və təbii ki, davranış problemi qismən də olsa aradan qalxacaq. Hamı ola bilər ki, qalxmasın. Bu insanın xarakteridir. Amma ki, biz onu ən azı bir 80%, bəlkə də ondan da çox qaldıra bilərik. Əmin ola bilərsiniz ki, səbəbi bilsəz, ona uyğun çarə tapacaqsınız.
Çare tapdıqdan sonra dərsiniz daha maraqlı və sakit və sizin istədiyiniz kimi şagirdlərinizin sizə itaət etdiyi formada keçəcək. Keçək növbəti slayda. Qayda və prosedurların qoyulması. Yaxşı, deyirsiniz ki, ay müəllimə, deyirsiniz ki, sinifdə qayda qoymalıyıq, nə bilim, prosedur qoymalıyıq. Bunu necə eləyək bəs? Mən sinifdə qayda qoyuram ki, hamı düz oturmalıdır, hamı sakit dayanmalıdır. Mən icazə vermədən heç kim yerindən danışa bilməz, nə bilim, heç kim qarşıya gələ bilməz, heç kim sağa sola baxa bilməz. Qaydaların özünün qoyulma şərtləri var. Əslində bu qayda qoyma şərti təkcə məktəb üçün deyil, bütün belə deyək də dünya üzərində olan ən məşhur şirkətlər belə qaydaların qoyulması və prosedurların aparılması ilə bağlı müəyyən taktikalardan istifadə eləyir. Bu taktikalar hansıdır? İndi gəlin onlara baxaq. 3-5 qayda kifayətdir. Yəni bir fənn müəllimi olaraq tutaq ki, mən ingilis dili müəllimiyəm, sinif rəhbəri deyiləm. Sinifə həftədə 1 dəfəmi, 2 dəfəmi, 3 dəfəmi, 4 dəfəmi girirəm. Və mənim üçün sadəcə 3-5 qayda qoyum. Yəni, çox qayda qoymaq da uşağa yorucu gələcək artıq. Biz elə 3 dənə, 5 dənə maksimum qoysaq kifayət eləyər. İnkar cümlə ilə qayda tətbiq edilmir. Baxın, bu da psixologiyaya təsir edən ən vacib məqamlardan biri. Məsələn, danışanın sözünü kəsməyin, deməyin, danışanı sona qədər dinləyin, deyin. Yəni, şagirdlərə deyəndə ki, ay valla, sözümü kəsmə. Mən danışıram, mən deməliyəm. Bunu deməkdənsə, açığı bunu eşidən heç bir şagird elə müəllimin sözünü də kəsir, hamının da sözünü kəsir. Yəni, mütləq formada söz kəsilməlidir. Amma desəz ki, danışanı sona qədər izləyin, danışanı sona qədər dinləyin. Artıq burada istər-istəməz hardasa şagirdə tövsiyə xarakteri olacaq. Bunun kimi başqa qaydalar da sinifdə qoya bilərsiniz. Təbii ki, şagirdlərlə birgə o qaydaları qoymaq da vacib məsələdir. Çünki siz şagirdlə birgə qaydanı qoysanız, o ona əməl eləyəcək. Yox, özünüzdən gəlib bir dənə kağız çıxardıb desəz ki, bu mənim qaydalarımdır, buna əməl eləməlisiniz, heç kim əməl eləməyəcək, bundan əmin ola bilərsiniz. Keçək növbəti slayda. Müəllimlər, suallarınız olanda yazın chat hissəsinə, mən baxıram. Hə, indi gəldik qaydanı qoyduqmu? Okey, inkarla qoymadıq, tövsiyə xarakterində qoyduq. Ola bilər ki, dinləyin, edin kimi qoyduq, amma dinləmə, etmə, kəsmə müamə ilə qoymuruq. Bu, yenə deyirəm, bir çox beynəlxalq tanınmış şirkətlərin belə taktikasıdır həmçinin. İndi isə prosedur. Prosedur nədir? Fəaliyyətin hansı ardıcıllıqla həyata keçirilməli olduğunu göstərir. Yəni, qaydanı qoydumsa, onun artıq hansı ardıcıllıqla olmalıdır? Necə həyata keçməlidir? Bunu da bilmək lazımdır və buna da nəzarət etmək lazımdır. Baxaq görək hansı prosedurlar var. Şagirdin diqqətini müəllimə yönəltmək üçün prosedurlar var və müəllimdən kömək istəmək üçün olan prosedurlar var. Məsələn, şagirdin diqqətini müəllimə yönəltmək üçün olan prosedur, müəllim əlini qaldıran kimi şagirdlər qələmi yerə qoyurlar. Müəllimə baxırlar, sakitcə müəllimi dinləyirlər. İndi burada sizə bir sualım var, əziz müəllimlər. Sualım odur ki, məsələn, mən öz sinifimdə bu prosedurlardan birini istifadə eləyirəm. Artıq mən əlimi bu formada qaldıranda, şagirdlərim 3-5 saniyə sonra hamısı bir-birinə baxır və müəllim əlini qaldırdı. Susub dayanmaq lazımdır. Artıq bunu onlar hiss edirlər və dayanırlar. Hardasa bu bir növ o barmaq qaldırmaq diqqəti də yönəldir. Bütün şagirdlərin diqqətini o barmağa yönəldir ki, görürsən niyə müəllim əlini qaldırdı. Heç bunu qayda kimi deməsən belə artıq şagirdlərin diqqətini hamısını çəkirəm. Və ya bizim məsələn sinifdə bir balaca başqa bir prosedurumuz da var. Məsələn, heykəl oyunu deyirlər də uşaqlar. O heykəl oyununu bir balaca fərqli strukturda biz oynayırıq ki, mən artıq 1, 2, 3 əlimlə işarə eləyəndə şagirdlər hamısı heykəl olurlar. Bilirlər ki, heykəl kimi dayanmaq lazımdır. Və onun sonunda, yəni həmin dərsin sonunda da mütləq formada nəsə onları bir şəkildə rəğbətləndirmə eləyirəm. Yəni, ola bilər ulduz yazıram, ola bilər nəsə qiymətində bir balaca daha məsələn üçün də köhnə sistemlə desə 4-dəsə 5 və ya nə bilim 5-dəsə 5 plus, amma biraz daha yəni sözlərdə yazanda artıq fəaliyyətində diqqətli oluram ki, onu nəzərə alıb. Həmin o dərsin gedişatında göstərdiyi səyə, mənim dərsimə etdiyi hörməti nəzərə alıb onu da mütləq yazmalıyam. Yəni bu artıq bir növ şagirdin də o etdiyi hərəkəti qiymətləndirmək deməkdir. Yaxşı, siz deyin indi. Sizdə hansı prosedurlar var ki, məsələn, sizin
hansısa bir hərəkətinizmi deyim, yoxsa hansısa bir sözünüzmü deyim? O sözdən sonra, o hərəkətdən sonra şagirdləriniz dayanır və sadəcə sizə qulaq asırlar. Var elə hərəkətlər, elə sözlər və ya elə işarələriniz. Mən chatda baxıram, zəhmət olmasa yazın siz də. Gözləmirəm, digərini oxuyuram, amma siz yazın, slaydın sonunda onu müzakirə eləyək. Müəllimdən kömək istəmək üçün olan prosedurlar hansıdır? Şagird müəllimdən kömək istəyir, sualı var, nə bilim, bir çətinliyi var. Neyləmək lazımdır? Müəllimə şəhadət barmağını qaldırır, yəni şagird müəllim üçün qaldırır ki, yəni sözüm var və ya əlini qaldırır, klassik olaraq belə əlini qaldırır. Məsələn, Sabirlə müəllimin bizi görməyini gözləyirik. Səbirlə, bağışlayın. Səbirlə müəllimin bizi görməyini gözləyirik. Səbirlə müəllimin bizə yaxınlaşmasını gözləyirik. Hə, indi burada bu yaxşı bir hərəkətdir. Tutaq ki, şagird əlini qaldırdı, heç bir şey demədən qanuna riayət edir, proseduru keçir, əlini qaldırır və gözləyir ki, müəllim onu durğusun. Neynirik, əziz müəllimlər? Biraz diqqətli oluruq bütün sinifə qarşı. Çünki bəzən sakit şagirdləri bəzi hallarda gözümüzdən qaçırda bilirik. Deyim ki, mən eləməmişəmi, məndə də olub. Bəzən elə sakit şagirdim olub ki, bu qaydaları əməl edib, sadəcə belə bu formada və ya barmağını belə qaldırıb ki, mən ona söz verim, o öz sözünü desin, istəyini, nə bilim, çətində olduğu məqamı desin. Amma çox sakit olduğuna görə ola bilər ki, qismən də olsa gözdən qaçıb və biraz gec görmək olar. Amma çalışın ki, yəni bütün sinifi eyni formada görəsiniz. Təbii ki, biz robot deyilik, insanıq, hər birimizin kiçik də olsa səhvlərimiz ola bilər, amma maksimum dərəcədə buna riayət eləyin ki, o uşaqların hamısına, yəni proseduru düzgün həyata keçirdən şagirdlərin hamısını diqqətdə saxlayasınız və onları görəsiniz. Prosedurların öyrədilməsi üçün 3 addım hansılardır? Öyrət, məşq et, möhkəmləndir. Təbii ki, qoyduğunuz qayda və prosedur birdən-birə həyata keçməyəcək. Bir dəfə səhv olacaq, bir dəfə əksik olacaq, bir dəfə artıq olacaq, nəsə dediyinizdən daha fərqli bir şey eləyəcəklər. Amma öyrədirik, məşq edirik, yəni məşq bir gün olmaz, bir ay olar, olsun və nəhayət möhkəmlənir. Möhkəmləndikdən sonra sizin işiniz asanlaşır. Belə, davam edirik. Başlayın müəllimlər, baxın görüm nəsə. Hər hansı bir sözünüz varmı? Burada chat hissəsini görüm. Siz mənim ekranımı görə bilirsiniz, əziz müəllimlər? Yəni, mən ekranda paylaşım eləmişəm, görə bilirsiniz? Kimsə mesaj yazıb ki, müəllimə, ekran bu formadadır. Hansı formadadır? Çünki mən də nəsə elə gəldi ki, problem var ekranda. Bir dəqiqə bağışlayın. Hə, üzrlü sayın müəllimlər. Mən də bayaqdan baxıram və sizin yazınızı görə bilmirdim. Səsi özüm bağlamışdım. İstəyirsiniz o bir neçə slaydı sadəcə şəkil kimi göstərib sizə bir də? Hə, üzrlü sayın. Mən yanlış düyməni basmışam və görə bilməmişsiniz ona görə. Qısa olaraq üstündən keçdik ki, sinif idarə etməsi nədir? Bunu öyrəndik, baxdıq. Daha sonra davranış problemləri və onların səbəbləri nələrdir? Onlardan danışdıq. Yəni, dərs zamanı özünü pis aparan şagirdlərə, dalaşan şagird, diqqəti yayınıq olan şagird, dərsi pozan şagird, məktəb əmlakına zərər vuran şagirdlər. Bəs onların səbəbləri nədir? Təbii ki, bu problem, yəni ortada bir problem varsa, onun səbəbi də olmalıdır. Səbəb ailədən gələ bilər. Əvvəlki uğursuz təcrübəsi ola bilər. Müəllimin yanaşması ola bilər. Ola bilsin ki, müəllimin dərsini bəyənmir, monoton görür, plansız dərs olur və ya çox sərt dərs olur, idarə etmə olur və deyir ki, yox, mən bu dərsi sevmədim və ona görə də nəsə bir şəkildə dərsini pozmaq istəyir. Qaydaların olmaması ola bilər, çünki şagird bilmir ki, hansı qaydalara riayət eləsə müəllimin xoşuna gələr, hansı qayda olmasa, yəni etsəm müəllimin xoşuna gəlməz. Yəni burada artıq qaydalar bəlli olmalıdır və əvvəlki dərsdə yaşanan gərginlik ola bilər ki, davranış problemləri bunlardan qaynaqlana bilər. Bunu da dedik ki, həll yolu hansıdır? Mütləq formada biz, bir dəqiqə, ekranı bütöv açdım. Həll yolu nədir? Həll yolu odur ki, səbəbi anlamalıyıq. Səbəbi anladıqdan sonra biz problemimizi aydınlaşdıra biləcəyik. Daha sonra növbəti slaydımızda
Baxıram, görsənir məncə. Qayda, prosedurlar. Görsənirsə bir işarə qoyun müəllimlər, mən görüm görsənir. Qayda və prosedurların qoyulması slaydı. Okey, başa düşdüm ki, görsənir. Əla. Qaydalar dedik ki, sinifdə davranışın necə olacağına dair aydın və qısa ifadələrdir. Prosedur isə fəaliyyətin hansı ardıcıllıqla həyata keçirilməli olduğunu göstərir. Biz sinifdə çox qayda qoymuruq, 3-5 qayda qoyduq. Qaydaları inkar cümlə ilə qoymuruq, qətiyyən. Sadəcə olaraq dinləyin, edin kimi cümlələrlə qoyuruq və qaydaları şagirdlərlə birgə tərtib edirik, birgə yaradırıq. Çünki biz şagirdlə birgə qaydanı yaratmasaq, özümüzdən gəlib bir siyahı versək ki, ala bu qaydalar, bu mənim qaydalarımda tətbiq elə, eləməyəcək. Amma birgə qoysaq, ona riayət eləyəcək. Və prosedurlar hansılardır? Dedik ki, müəllimə aid olan prosedurlar var və şagirdə aid olan prosedurlar var. Müəllimə aid olan prosedurlar, yəni müəllimin özünün etdiyi taktikalardır. Hansı ki, bu taktikalar nəticəsində şagirdlər, bircə dəqiqə, nəysə sözünüz varsa baxıram. Hansı ki, bu taktikalar sayəsində şagird müəllimin dediyini anlayır və başa düşür və dərsi, yəni normal formada izləyirlər, dərsdə iştirak edirlər. Bir də şagirdin özünün köməyə ehtiyacı olanda hansı hərəkətləri etməlidir ki, müəllim onu artıq başa düşsün və ona dərhal kömək əlini uzatsın. Dedik ki, məsələn, prosedurlardan biri müəllimlərə aid olan barmağını qaldıra bilər, nə bilim, qələmi yerə qoya bilərlər, ya da sakitcə müəllim kənarda dayanıb bir neçə saniyəlik baxır və artıq şagirdlərin hamısının diqqəti ona yönəlir və deyir ki, hə, müəllim deməli nəsə demək istəyir və ya əksinə şagirdlərin özünün nəsə sözü olduğu təqdirdə şagird əlini qaldıra bilər, şəhadət barmağını qaldıra bilər və səbrlə gözləyir ki, müəllim bizi görsün və sözümüzü deyək müəllimə. Yəni, prosedurun da öyrədilməsinin 3 addımını dedik, öyrət, məşq et, möhkəmləndir. Öyrədirik, bir gün öyrənməyəcəklər, 5 günə də öyrənməyə bilərlər, amma mütləq formada müəyyən bir zaman içində öyrənirlər, məşq edirlər və nəhayət hər dəfə israrlı formada siz bunu davam etsəniz, onlar möhkəmləndirəcəklər bunu. Müəllimlər, növbəti slaydı görürsünüz. Partaların düzülüşünün sinifin idarə edilməsinə təsiri slaydı. Əla, hamı gördü. Deyəsən, ekranı açanda görünmür, hə? Niyə görə bugün belə biz problemlə qarşılaşdıq ki? Normalda çünki belə problem olmamalıdır. Okey, belə göstərir, problem deyil. Partaların düzülüşünün sinif idarə edilməsinə təsiri vardır mütləq. Ənənəvi parta düzülüşü olur, U şəkilli parta düzülüşü olur, dəyirmi masa düzülüşü var və qrup şəklində düzülüş var. Yəni, siz sinifdə bu düzülüşlərdən birini edə bilərsiniz. Bəs yaxşı, hansı düzülüşdə, hansı formada biz problemlə qarşılaşa bilərik və ya yaşaya bilərik? Baxaq. Ənənəvi sıra düzülüşdə, yəni klassik formada hər kəs oturanda, burada artıq biz fərdi və cütlərlə iş əlverişli olur. Çünki fərdi formada şagirdə sual verir, cavab verir və ya yanındakı yoldaşı ilə cüt formasında hansısa bir tapşırıq verə bilərsiniz, o zaman onlar onu həyata keçirdirlər. Qrupla iş zamanı əlverişsizdir, yəni köhnə üslubda 2-2 uşaqların oturması, 3 cərgədə oturması, bu artıq qrupla iş zamanı əlverişsizdir. Şagird ünsiyyətini minimuma indirir, yəni şagird ancaq müəllimə baxır, maksimum yanındakı uşaqla danışa bilir. Amma arxasındakı və ya özündən qabaqdakı uşaqla danışmağa çox da mümkün olmur. Yəni, mümkün olar, amma əslində qaydaya ziddir. Və arxa cərgədə olanlar təlimatı eşitməyə bilər və ya arxa cərgədə olanlar biraz diqqəti yayınıq ola bilərlər. Çünki adətən bizim ən problemli işlərimizdən biri də budur ki, problem çəkdiyimiz, əziyyət çəkdiyimiz işlərimizdən biri də budur ki, əgər şagird
ən arxada oturursa, adətən dərsə biraz biganə yanaşır, soyuq olur və dərsə soyuq yanaşdığı təqdirdə də biz onu ya ön cərgələrə keçirdirik, ya nəsə başqa cür cəzalandırırıq, ya da bir şəkildə istəyirik ki, onun diqqətini cəlb eləyək. Demək ki, ənənəvi sıra düzülüşündə biraz bu problemlərlə qarşılaşmaq mümkündür. Dəyirmi masa düzülüşü. Dəyirmi masa düzülüşündə isə bütün siniflə iş forması zamanı əlverişlidir. Yəni dəyirmi masada hər kəs bir-birini görür. Hər kəs bir-birini gördüyü üçün də bu təbii ki, əlverişlidir. Müzakirə texnikası tələb edən iş üsullarının tətbiqi zamanı istifadə edilə bilər. Yəni biz dəyirmi masa quranda daha çox müzakirəyə üstünlük veririk. Orda desək ki, hə, məsələn, Əli, dur get lövhədə yaz, nə bilim, Zeynəb, nə bilim, bunu elə, artıq dəyirmi masanı sanki pozmuş oluruq. Daha çox müzakirə texnikası ilə işləyirik biz dəyirmi masada. Bu cür düzülüş forması hər kəsə eyni imkanı yaradır. Artıq bütün uşaqlar bir-birini görür deyə heç kim bir-birindən üstün, aşağı olduğunu düşünmür. Hər kəsin eyni hüququ olduğunu psixoloji olaraq da onlar mənimsəyirlər, qəbul eləyirlər. Və güclü və zəif şagird anlayışını aradan qaldırır. Yəni ki, hər kəs bir-birinə baxır, görür, Əli görür ki, Muradla qarşı-qarşıya oturub, Zeynəb görür ki, Lalə ilə qarşı-qarşıya oturub və bir görür ki, mən də onunla qarşı oturmuşamsa, deməli, mən ondan eyni səviyyədəyəm. Hər mənada eyni səviyyədəyəm və artıq bu anlayış düşüncə olaraq onların beyinlərindən qalxır. Və qarşılıqlı ünsiyyət və göz təmasını təmin edir. Əslində biz müəllimlər şagirdlərlə çox vaxt danışanda göz təması yaratmırıq. Ümumiyyətlə, şagird şagirdlə də hətta danışanda və ya şagird müəllimlə danışanda adətən uşaqlar utanırlar müəllimlə göz təması yaratmağa və ya yoldaşları ilə göz təması yaratmağa. Amma göz təmasının həqiqətən çox böyük bir əhəmiyyəti var. Bu zaman istər-istəməz bütün diqqət toplanır və qarşındakı insan nə deyirsə onu tam olaraq mənimsəyə bilirsən, eyni formada da ona tam olaraq demək istədiyini çatdıra bilirsən. Yəni göz təmasının əhəmiyyətini şagirdlərimizə biz izah etməliyik mütləq. Keçdik U şəkilli düzülüşə. Bu düzülüş formasını da mən çox bəyənirəm, çünki adətən U şəkilli düzülüşlərdə iştirakçılar arasında üzbəyüz qarşılıqlı münasibət və əməkdaşlıq dəstəkləyir. Orada da yəni dəyirmi masadakı kimi hər kəs bir-birini görür və istər-istəməz hər kəs bir-biri ilə eyni səviyyədə olduğunu düşünür. Müzakirə zamanı şagirdlər bir-birini rahatlıqla görə bilirlər. Müəllimin rahat hərəkət etməsinə, şagirdlərlə qarşılıqlı ünsiyyət qurmasına şərait yaradır. Dəyirmi masada hamımız otururuq, müzakirə edirik. Amma U masasında istər-istəməz müəllim ortada durub, hər kəsə üzünü çevirə bilir, istədiyi səmtə yönələ bilir və rahat-rahat bütün o U formasında yəni dövr eləyə bilir. Və təqdimatı hər kəs rahatlıqla görə bilirlər. Yəni, əgər lövhə varsa, artıq istər-istəməz lövhədə hər kəs təqdimatı görür. Qrup şəklində düzülüş. Qrup işi zamanı istifadə edilə bilər. Müəllim həftəlik, aylıq olaraq masanı dəyişdirə bilər ki, qruplaşma azalsın və ya yeni əməkdaşlıq yaratsın. Bəzən çox təəssüf ki, mən görürəm ki, xüsusilə də ibtidai siniflərdə əsasən görürəm ki, qrup işi eləyirlər. Amma qrup işində nə şagirdlərin yerini, heç olmasa həftədə bir dəfəmi, ayda bir dəfəmi qrupların yerlərini dəyişdirmirlər. Nə də ki, stolların quruluşlarını dəyişdirmirlər. Yəni, əslində bu özü də vacib bir məqamdır. Çünki qrup işi o demək deyil ki, elə hər kəs həmişə eyni yerdə oturmalıdır. Xeyr, əsla. Bu belə deyil. Hər kəs həmişə eyni yerdə otursa, orada geriləmə gedəcək, irəliləmə deyil. Biz heç olmasa həftədə bir dəfə, ən azı həftədə, ayda bir dəfə bütün uşaqların yerlərini dəyişməliyik ki, onlar öz aralarında həm yeni şəbəkələşmə getsin, əməkdaşlıq getsin, həm də ki, irəliləmə olsun. Qeydimiz var. Qeydimiz nədir? Fəaliyyətin növünə görə oturma tərzini dəyişin. Yəni, siz nə tapşırıq eləyəcəksiniz, necə dərs keçəcəksiniz həmin gün üçün, ona görə oturma dərsini dəyişin. Məsələn, mənim əgər bugün dərsim debatdırsa, müzakirədirsə, mən əlbəttə ki, ya dəyirmi masa, ya U masasını üstün tuta bilərəm, götürə bilərəm. Amma yox, mən bugün başqa bir formada dərs keçirəmsə, artıq qrup işi eləyə bilərəm və ya nə bilim, ənənəvi üsuldan istifadə eləyə bilərəm. Amma hər bir halda uşaqların diqqətini toplamaq üçün yeni-yeni, demək olar ki, bunların hər birindən istifadə edib, həm mənfi, həm müsbət tərəflərini öz gözünüz üzərində görüb, onları düzəliş etməyə çalışsanız yaxşı olar. Belə, keçdik növbəti slaydımıza, əziz müəllimlər.
Çətin davranışların idarə olunması. Hə, indi gəldik ən vacib məqamlardan birinə ki, müəllim, bəzi şagirdlərdə xroniki davranış pozğunluğu var. Yəni, nə bilim, heç cürə sakit durmur, elə hey danışır ki, danışır. Baxırsan ki, neynirsən, heç bir şey təsir eləmək olmur. Maraqlı dərs keçirsən, vecinə almır. Danlayırsan, vecinə almır. Xoş söz deyirsən, vecinə almır. Nə bilim, stiker yapışdırırsan, vecinə almır. Bəs yaxşı, burada nə etmək lazımdır? Yəni, o çox çətin davranış olan şagirdlə nə etmək lazımdır ki, o da idarə oluna bilsin? Hansı addımlar var? Gəlin baxaq. Erkən müdaxilə, xəbərdarlıq, adla müraciət. Gördünüz ki, bu uşaq heç cürə baxıram, mənə fikir vermir, nə bilim, bir səsimi azca yüksəldirəm, alçaldıram, səs oyunları ilə onları təsir eləmək istəyirəm. Yenə fikir vermir həmin uşaq mənə. Heç olmasa xəbərdarlıq eləyirəm. Əli, adla müraciət edirəm. Artıq Əli deyəndə Əli başa düşür ki, söhbət ondan gedir. Bayaqdan müəllim burada baxa-baxa üzümə danışırdı, amma mən yenə fikir vermirdim. Amma heç olmasa Əli deyəndə bilir ki, sırf Əlidən söhbət gedir. Yəni xəbərdarlıq o demək deyil. Siz deyin ki, Əli eləmə, Əli özünü pis aparsan, Əli sən tərbiyəsizsən. Xeyr, qətiyyən. Xəbərdarlıq sadəcə hardasa bir adla müraciət. Əli, dərsimizdə bugün nə bilim, nəsə cümlənin davamını gətirirsiniz ki, yəni Əli bilsin ki, söhbət Əliyə işarədir ki, Əli səndən gedir söhbət. Sənə deyirəm, qulaq as mənə Əli, bu deməkdir. İkinci, şagirdə seçim vermək. Ya sakitcə qalırsan, ya da bu tapşırığı fərdi işləyirsən. Artıq burada şagirdə seçim verəndə istər-istəməz seçimi onun istədiyi kimi vermirsiniz, onu da deyim, əziz müəllimlər. Seçimi siz istədiyiniz kimi verirsiniz. Məsələn, hətta bir bəsit bir seçim nümunəsi deyim sizə. Mən övladlarımla da bunu eləyirəm həmişə. Məsələn, valideyni 2 xörək bişirmişik. Biz bu 2 xörəkdən birini yeməlidir uşaq. Yəni, ac qalmasın və ya nə bilim, bəslənsin. İkisindən birini yeməlidir. Üçüncü bir yemək yoxdur. Siz artıq onun qarşısına seçim qoyursunuz. Demirsiniz ki, ay bala, kartof yeyirsən, ya ət yeyirsən. Artıq burada o bilir ki, ikisindən birini seçməliyəm. Əgər seçim verməsəz, desəz ki, nə yeyirsən, o gedib tamam başqa bir şey deyəcək. Hamburger yeyirəm, fast food yeyirəm. Yəni, sizin verdiyiniz seçim daxilində əgər şagird və ya uşaq, övladınız, nə bilim, hər hansı bir insan seçim etsə ki, mən yazı yazıram müəllimə və ya sakit durmağı üstün tuturam. Artıq o zaman o özünün seçdiyi seçimə hörmət edib əməl edəcək. Yox, siz desəz ki, neynəmək istəyirsən sən? Təbii ki, o gedib özünün ürəyinə başqa, tamam heç sizin ağlınıza gəlməyən D variantını deyəcək sizə. Ona görə də seçim sizin ona verdiyiniz imkandır və sizin artıq hansını etsə sizin üçün okey olacaq bir şeydir. Sakitləşmə vaxtı, time out. Bu, mənim sevdiyim bir metoddur. Bəzən sinifdə o deyirik, çətin davranış tipi. Elə şagird olur ki, görürsən ki, nə bilim, gülmə krizinə tutuldu və ya uşaq heç cürə sakit durmur da. Mən ona bəzən deyirəm ki, məsələn, Əli, get bir dənə əl üzünü yu, gəl. Yəni, get biraz hava al, gəl. Yəni, bu o deməkdir ki, Əli, çıx 2 dəqiqə sakitləş, bir üzünə su vur, gülməyin keçsin, nə bilim, danışmağın keçsin, özünə gəl, gir içəri. Bu time out əslində o demək deyil, hirsli deməliyəm ki, Əli çıx sinifdən. Xeyr, qətiyyən. Sadəcə olaraq sakit formada onu time out verirsiniz ki, o 2 dəqiqə gedib toparlansın, özünə gəlsin və qayıtsın sinifə. Yəni, bu çox gözəl bir texnikadır. Mən özüm tez istifadə edirəm bundan və faydasını da görürəm açığı. Dördüncü, hadisədən sonra bərpa edici söhbət. Bəli. Yəni, hadisə oldu, biz hadisə zamanı isti-isti şagirdə münasibət bildirməyimiz məncə düzgün deyil. Yəni, həmin anda desək ki, sən pissən, sən həmişə belə edirsən, sən həmişə mənim dərsimdə özünü pis aparırsan, təbii ki, bu xoş bir şey deyil. Şagird də artıq elə pis olacaq doğrudan da. Amma hadisə olduqdan sonra siz onu kənara çəkib, təklikdə bir bərpa edici söhbət eləsəz, yəni, doğrudan da səbəbini araşdırsaz və ona təsir eləsəz ki, əslində sən bunu edəcək şagird deyilsən. Niyə oldu bilmirəm, amma düşünürəm ki, bir də olmayacaq. Bu artıq şagirdə bir hardasa subliminal mesaj gedir ki, görsən müəllim məndən bunu gözləmirdi, mən necə elədim bunu?
o artıq öz davranışını qismən də olsa, nə bilim 50-50-yə də olsa, bəlkə 100% də düzəldir. Və nəhayət sonuncu, zərurət olduqda valideyn, psixoloq və idarəçilərlə əməkdaşlıq. Bu o deməkdir ki, artıq heç cürə biz təsir eləyə bilmirik. Heç cürə bu uşaq düzəlmir, çətin davranışları var, davranış pozuntusu var və artıq orada məktəbin psixoloquna, uşağın valideyninə, idarəçilərlə məsləhətləşirsiniz ki, necə eləyək ki, bu uşağı düzəldək? Yəni, məndə alınmadı. Gəlin birlikdə əməkdaşlıq edib düzəldəyik, bu şagirdimizi cəmiyyətə qaytaraq, sinifə qaytaraq. Yəni, əslində bəzən biz bunu özümüzə yaraşdırmırıqmı deyim, yoxsa düşünürük ki, bunu eləsək bizim reputasiyamıza təsir eləyər? Xeyr, əziz müəllimlər. Yəni, ən çıxılmaz halda, yəni sinifdə hansısa bir pis hadisənin, olacaq daha da bir pis hadisənin qarşısına keçmək, yəni bunu eləmək üçün biz o müraciətlərimizi eləməliyik. Məktəbin psixoloquna müraciət eləməliyik. Başa düşürəm, deyəcəksiniz ki, ay müəllimə, psixoloqlarla danışmaq bəlkə o qədər uğurlu alınmır. Valideynə müraciət eləyin, idarəçilərinizə müraciət eləyin ki, belə bir şagird var. Bu şagirddə mən davranış pozuntusu görürəm. Bəlkə başqa sinif dərslərdə heç o özünü elə aparmır, ancaq sizin dərsinizdə özünü elə aparır. Ona görə də yəni digər müəllim yoldaşlarınızla əməkdaşlıq edəsiniz, məncə yaxşı nəticə əldə edəcəksiniz. İnanın ki, yəni 20 ilə yaxındır mən müəllim işləyirəm. Bəlkə aranızda məndən daha çox işləyənlər var. Düzə, adaptasiya proqramı olmasına baxmayaraq, bəzən belə hallara da rast gəlirik ki, müəllim istəyir ki, mən elə mütəmadi olaraq təlimlərdə iştirak edeyim. Biz ona etiraz eləmirik təbii ki. Amma həqiqətən bu dediyim addımların hər birini mən cəhd eləmişəm. Yəni, valideynlə də danışmışam, psixoloqla da danışıb sinifə dəvət eləmişəm, idarəçilərlə də elə şagird olub ki, danışmışam ki, baxın, bu uşaqda bu halları mən görürəm və düzəldə bilmirəm. Gəlin bir yerdə əməkdaşlıq edib düzəldək. İnanın ki, yaxşı nəticələr əldə eləmişəm. İnanın buna, səmimiyyətimə həqiqətən inanın ki, elə uşaqlar olub ki, onu yəni ən pis davranışın bir addımlığından çəkib gətirib yaxşı bir yerə qoymuşuq. Tək yox, kollektiv formada, əməkdaşlıq formasında. Yəni, bu mənim reputasiyamı təsir edibmi? Xeyr, əksinə mənə daha da uğur qazandırıb ki, o uşağı cəmiyyətə qazandırmışıq. Yəni, nə olsun ki, mən kimisə köməyindən ehtiyac alıram, istəyirəm, məsləhət istəyirəm. Yəni, bunu hamımız üçündür. Bu dediklərim hər birimizə aiddir. Sabahları bilirsiniz, gənclər artıq dəyişib xasiyyətləri. İndiki nəsil bizim dövrümüzdəki kimi deyil. Heç bəzən valideynlərinin belə sözünə qulaq asmırlar. Bəzən bəlkə də aranızda qarşılaşanlarınız da olub ki, valideyn özü gəlir ki, mən övladıma söz keçirdə bilmirəm. Mən deyirəm ki, məsələn, filan şeylə eləmir, siz deyin, ay müəllim. Yəni, bu hallarla da qarşılaşıbsınız və ya qarşılaşacaqsınız və ya daha da pisləri ilə də qarşılaşa bilərsiniz. Çünki artıq biraz bizim çevrəmiz, nə bilim, bu sosial şəbəkələr, şagirdlərin imkanları və müstəqil düşüncə tərzləri biraz bizim işimizi çətinləşdirib. Amma nə etməliyik? Mütləq formada əməkdaşlıq eləyərək, digər müəllimlərlə və ailə ilə, valideynlə, nə bilim, himayədarla danışaraq və ya onun ətrafında olan yoldaşları ilə, ən yaxın dostları ilə danışın. Bu addımı mən atmışam, bu da təsirli addımdır. Ki, həmin o ən çətin tərbiyə olunan şagirdi yaxın 2 dostu ilə çağırmışam, danışmışam. Əslində onlar da onun sinif yoldaşıdır, yəni uzaq deyillər, yaşıdıdırlar. Danışmışam ki, səndən məsləhət görürsən, mən X şəxsə necə təsir eləyim? Yəni, bu da olub. Amma nəticədə istədiyimizə nail olmuşuq. Davam eləyək müəllimlər. Hə, addımları dedik. Yox, bircə dəqiqə. Müəllimin rolları. Dərsdən əvvəl, dərs zamanı, dərsdən sonra. Hə, deyəcəksiniz, ay müəllim, dərs zamanını başa düşdük, amma dərsdən əvvəl və dərsdən sonranı deməyin də bizə nə olar. Onsuz da kifayət qədər işimiz çoxdur, yazılarımız çoxdur. Dərsdən əvvəl də, dərsdən sonra da biz oturub uşaqlarla məşğul olsaq da bizim vaxtımız qalmaz. Amma əziz müəllimlər, elə deyil. Bir insanı cəmiyyətə qazandırmaq üçün bizim, yəni müəllim olaraq rolumuz çox böyükdür. Biz onlarla dərsdən əvvəl də onları izləməliyik, müşahidə eləməliyik. Dərs zamanı da, dərsdən sonra da. Baxın, bəlkə də bugün bizim sevmədiyimiz hansısa bir şagird
bir 10 il, 15 il sonra bizim ən çətin vaxtımızda yanımızda olan bir şagird, bir insan olacaq. Bilmək olmaz, həyatdır, hər bir şey ola bilər. Və ya bugün bizim pis dediyimiz şagird bir 10 il sonra hardansa bizə deyəcək: "Ay müəllim, sən o vaxtı mənə pis dedin." Yəni, ona görə də biz bacardığımız qədər o müəllim kimliyimizdən istifadə eləyib hər zaman şagirdlərimizin, o həyata yeni başlayan, özlərini şəxsiyyət kimi tanıtmaq istəyən insanların, kiçik insanların yanında olaq. Yaxşı, dərsə qədər biz nə etməliyik? Planlaşdırmalıyıq, material, fəaliyyətlər, diaqnoz qoymalıyıq, şagirdlərin ehtiyacını öyrənməliyik. Yəni, kiçik bir sorğu keçirdə bilərsiniz ki, mənim şagirdlərim nə istəyir? Nə olsa daha yaxşı olar? Əla bir üsuldur. Sorğu hər zaman işə yarayır. Dərs zamanı məlumat verən, yönləndirən vaxt və fəaliyyətləri idarə edirsiniz, monitorinq edən, şagirdləri izləyir, cəlb eləyir, motivasiya yaradır. Yəni bir sözlə həm dərsinizi əyləncəli keçirsiniz, motivasiya verirsiniz şagirdlərinizə, həmçinin də onları müşahidə edirsiniz, izləyirsiniz, yönləndirirsiniz və müəyyən qədər o taktikalardan istifadə edirsiniz ki, onlar siz dediklərinizi qəbul eləsinlər. Hansı taktika? Bayaq dediyimiz kimi müəyyən qaydalar qoya bilərsiniz, kiçik qaydalar. O qaydaları birgə onlarla yarada bilərsiniz və onların işləmə mexanizminə nəzarət eləyə bilərsiniz. Və dərsdən sonra analiz eləyirsiniz, nə işləyib, nə yox. Tutaq ki, qayda qoydum mən sinifdə ki, filan şey olmalıdır. Amma bilmirəm. İndi gərək mən dərsdən sonra baxam ki, görüm o qoyduğumuz qayda işə yaradı yoxsa yox. İşə yaramazsa demək ki, mən bu qaydanı dəyişməliyəm. İşə yaradısa bunu möhkəmlətməliyəm şagirdlərimə. Növbəti dərsə uyğun dəyişiklik etmək lazımdır. Yəni növbəti dərs artıq tutaq ki, məsələn, mən bu qaydanı qrup işinə aid qoymuşamsa, növbəti dərsdə dəyirmi masa eləyəcəm və ya ənənəvi masa eləyəcəm. O zaman deməli qaydanı dəyişməliyəm. Qrup işində bəzən işgüzar səs-küy ola bilər, amma dəyirmi masada biraz fərqlidir. Ənənəvidə biraz fərqlidir. Demək ki, qaydalar hardasa müəyyən dərslərə uyğunlaşdırılmalıdır, adaptasiya olmalıdır. Növbəti slayd. Motivasiya strategiyaları. Yaxşı, biz motivasiyanı necə verək şagirdə? Şagird necə öyrənmə həvəsi yaransın? Daxili motivasiya olur, xarici motivasiya olur. Yəni, şagirdin öyrənmə həvəsi, özünün içində həvəsi varsa, bu daxili motivasiyadır. Amma xarici motivasiyanı adətən biz yaradırıq şagirddə. Mükafat verə bilərik, rəğbətləndirmə ola bilər. Mükafat o demək deyil, müəllimlər, gedib nəsə bir hədiyyə alıb gətirməliyik şagirdə. Bəzən biz onu yanlış anlayırıq. Düşünürük ki, mükafat deyəndə elə mütləq gedib şagirdə nəsə bir pulla hədiyyə alıb gətirib verməliyik və bu mükafat olmalıdır. Xeyr. Özünüz kiçik nəsə bir kağızda müəyyən şeylər hazırlaya bilərsiniz. Hətta sizə bir taktika verim ki, başqa bir sinif, başqa bir daha aşağı yaş qrupası ilə maraqlı bir əl işi, kağızlardan nəsə maraqlı bir şeylər düzəldib, biraz daha, məsələn, fərqli siniflərdə onu mükafat əvəzinə də verə bilərsiniz. Yəni, bu taktikada işə yarayır bəzən. Həm sizin vaxtınıza qənaət eləmiş olarsınız, həm də iki sinifdə iki fərqli fəaliyyət və uşaqların maraqlarına uyğun fəaliyyət aparmış olarsınız. Və ya müəllim əsasən daxili motivasiyanı gücləndirməyə çalışmalıdır və həmçinin xarici motivasiyaya da kömək eləməlidir. Daxili motivasiyanı biz o formada gücləndiririk ki, şagirddə niyə öyrənmək istədiyini izah edəyərik. Məsələn, sən niyə dərs oxuyursan? Yəni, bu fən sənin üçün niyə lazımdır? Tutaq ki, riyaziyyat sənin üçün niyə lazımdır? Sabah həyata atılacaqsan. O həyatda sənin müəyyən hesablamaların olacaq. Yəni, ən azı oğlan uşaqsansa bir ailənin büdcəsinə nəzarət edəcəksən və ya fərqi yoxdur, qızsansa bir ailənin büdcəsinə nəzarət edəcəksən. Yəni, sən bunu bilməlisən ki, riyaziyyat sənin işinə, yəni gələcəkdə işinə yarasın. Öyrətmək lazımdır, uşaqlara başa salmaq lazımdır və bunu da həyatla inteqrasiya eləyərək eləmək lazımdır. Çünki biz hansısa fənni onlara gələcəkdə həqiqətən də işə yarayacağını göstərsək, onlar onu öyrənəcəklər. Yox, desək ki, bu ilə ancaq sənə burada lazımdır. Kimya ancaq sənə burada lazımdır, sonra sənə lazım deyil. Biologiyanı neynirsən, biologiyanı? Burada nə oxudun, sonra neynirsən heyvanlar haqqında? Təbii ki, uşaq öyrənməyəcək. Demək ki, daxili motivasiyanı nə üçün biz şagirdə aşılamalı olduğumuzu öyrənirik ki, yəni sən nə üçün öyrənirsən? Sənə nə zaman ehtiyac olacaq bu bilgilər? Harda istifadə edəcəksən? Və xarici motivasiyanı da artıq
ona müəyyən rəğbətləndirmə eləyə bilərik, nə bilim, stikerlər yapışdıra bilərik. Biraz o düzdür, yaş qruplarına da baxır, daha aşağı yaş qruplarına daha asan təsir eləyirik, biraz yuxarı yaş qruplarına çətin təsir eləyirik. Çünki yuxarı sinif şagirdlərində adətən, nə bilim, stiker və ya 5 və ya ulduz, nə bilim, hər hansı yüksək qiymət yazmaq onlara o qədər də təsir eləmir, amma başqa formada təsir eləyə bilərik. Məsələn, mən ötən il 9-cu siniflərimlə müəyyən bir tapşırıqlar qoymuşduq, qaydalar qoymuşduq ki, o qaydalara riayət eləsəniz, 2 ayın sonunda sizlə slaym düzəldəcəyik deyə. Və düzəltdik də. İnanın, çox maraqlı oldu. Böyük uşaqlar olsa da, yəni özləri o slaym düzəltdilər deyə, elə bil ki, 1-ci sinif kimi əyləndilər, yəni o dərəcədə onlara çox xoş təsirlədi. Təbii ki, bu olmaya da bilər, başqa bir şey deyə bilərsiniz. Yəni, mən başa düşürəm, bəzən bəzi bölgələrin məhdudiyyətləri olur, nəyəsə əlçatanlığı çətin olur. Bunu mən anlayıram. Amma heç, yəni hər biriniz müəllimsiniz. Heç olmasa kimdənsə bir kompüter tapa bilərsiniz, film günü eləyə bilərsiniz. O film gününü sərbəst eləyə bilərsiniz ki, popkorn gətirin, nə bilim, istədiyiniz yeyəcək şeyləri gətirin, filmə baxaq, amma bu qaydaları, nə bilim, müəyyən müddətdə yerinə yetirsəniz. Birlikdə qaydalara tabe olaraq maraqlı dərslərimiz keçsə. Yəni, təbii ki, rəğbətləndirmə və mükafat bu formada da ola bilər. Daha böyük yaş qrupları ilə təbii ki. Balacalarla da olar, böyüklərlə də olar, amma biraz böyüklərdə biz çətinlik çəkirik deyə mən nümunələrimi daha çox böyüklərdən verdim. Və dedik ki, strategiyalar hansılardır? Sürətli formada bunları oxuyuram. Şagird maraqlarını dərsə inteqrasiya etmək, sevdiyi idman, musiqi, film. Mən bunu tez-tez eləyirəm, neynirəm? Uşaqların sevdiyi mahnıları və ya sevdiyi xarici müğənniləri öz dərsimdə istifadə eləyirəm. Sevdikləri mahnının müəyyən sözlərini götürürəm, boşluqlar qoyuram. Həmin o boşluqları, yəni o formada, dinləmə formasında şagirdlərə verirəm ki, bu boşluqları dinlədikdən sonra yazsınlar. Və ya ümumiyyətlə deyirəm ki, gedin öyrənin mahnını. Əzbər öyrənməsəniz olar. Əsas odur ki, düzgün tələffüz eləyəsiniz, düzgün formada mənə o mahnı gedə-gedə siz onu mənə çatdırasınız. Yəni, drilling deyirlər ona, təqlid etmə, amma təqlid etmə də bir növ öyrənmənin üsullarından biridir və s. Təbii ki, hər fəndə bu müxtəlifdir. Ola bilsin ki, dildə biraz daha zənginlik çoxdur deyə dildə daha çox şey eləmək olur, amma təbii ki, bunu idmanla da eləyə bilərsiniz, əl işi ilə də eləyə bilərsiniz. Nə bilim, kimya, biologiya fənlərində və ya nə bilim, tarix fənnində də eləyə bilərsiniz. Hansısa bir muzey ilə uşaqları rəğbətləndirə bilərsiniz. Hansısa bir, nə bilim, maraqlı bir tarixi bir kiçik də olsa, bir fake bir əşya ilə də uşaqları göstərib onların diqqətini oyada bilərsiniz. Balaca bir video ilə oyada bilərsiniz onların diqqətini. Əlçatanlığın olması üçün deyirəm. Valla elə vaxt olub ki, mənim kompüterim yanımda olmayıb, amma öz telefonumdan şagirdlər üçün müəyyən o deyəcəyim şeyi göstərərək onlara bir-bir tək-tək sıralarına yaxınlaşıb göstərmişəm və bu onların diqqətini çəkib ki, müəllimə bunu göstərdi bizə. Yəni, hər bir şeylə siz eləyə bilərsiniz. Sadəcə yetər ki, istəyin. Məncə, istəsəniz mütləq formada yol tapacaqsınız. Nailiyyətləri qeyd etmək. Baxın, bu bizim bəzən unutduğumuz bir şeydir. Adətən sinifdə pisi tez deyirik və ya çöldə pisi tez deyirik. Amma yaxşını ya demirik, ya da yadımızdan çıxır. Yəni, kiçik də olsa, əgər şagirdin bir nailiyyəti varsa, nailiyyət o demək deyil, acaq yaxşı qiymət. Xeyr. Həmin günü şagird özünü dərsin əvvəlindən sonuna kimi, nə bilim, bir yarım saat boyunca yaxşı aparıbsa, bu da nailiyyət sayılır və bunu da biz bildirməliyik şagirdin özünə. Baxın, məsələn, mənim bu ilki siniflərimdə bir 10-cu sinif var. Orada bir şagird var, mən çəkmək istəmirəm, Əli deyək yenə də. Əli adətən çox danışqan, hiperaktiv uşaq idi və adətən də siniflərində çox sevilməyən şagirddir və mən bu il onun ilk gündən hətta gördüm ki, bir balaca Əlidə nəsə bilə özünü dəyişiklik var da, yəni özü biraz böyümüş hesab eləyir, səs tonunda dəyişiklik var, davranışında dəyişikliyi var və dərhal birinci dərsdə dedim ki, Əli çox dəyişib. Əli çox dedim, yaxşı belə olğunlaşıb, ağıllı oğlan olub dedim. Əli sənə nə olub, nə yaxşı belə? Çox dedim, qəşəng özünü aparırsan. Əvvəllər dedim, düzdür, onda da yaxşı idi. Amma indi daha bir belə tam mən istədiyim kimi olmusan. Gördüm Əli həmin gündən sonra 15 sentyabrdan sonra artıq 2-ci həftədir. Əlinin davranışına söz yox. Əli özünü elə aparır ki, elə bil heç, yəni ona əlavə bir söz deməyə ehtiyac olmur. Yəni kiçik bir söz şagirdi motivasiya eləyir. Kiçik bir sözdən o fikirləşir ki, müəllimə gördüm, məndəki dəyişikliyi, deməli mən həmişə belə olmalıyam.
Real həyatla əlaqə qurmaq. Bəli, real həyatla əlaqə qursaq, şagirdlər bizim istədiyimizi, onlara vermək istədiyimiz motivasiyanı tez başa düşəcəklər. Oyunlaşdırmaq, xal toplamaq, nişan qazanmaq, bunu orta siniflərdə, 5, 6, 7-ci siniflərdə, 8-ci siniflərdə belə hətta çox gözəl eləyə bilərsiniz. Müəyyən davranışlara görə xal verə bilərsiniz şagirdlərə ki, qaydalara əməl etdi, plus və ya quşquyruq və o xallar toplandıqca həftənin sonunda müəyyən bir mükafat qoya bilərsiniz ki, həftənin sonunda bu xallar toplansa, ən çox xalı olan şagirdlər, nə bilim, bu fəaliyyət eləyəcəklər və ya nə bilim, bunu eləyəcəklər, bu mükafat gözləyir onları. Bu, məncə, daha yaxşıdır, uşaqlar üçün də yaxşıdır ki, orta siniflərdə biz artıq nəzərə alırıq və yüksək, amma real gözləntilər yaratmaq və şagirdlərə inanmaq. Yüksək nədir? Məsələn, mən həmin o dediyim o 10-cu sinifdə oxuyan Əli şagirdimiz üçün, yəni nisbi adı Əli olan şagirdimiz üçün yaxın günlərdə ölkədə bilirsinizsə bu il 2 nəfər 700 bal toplamışdı və mənim onlarla tanış olma fürsətim oldu və həmin uşaqlarla da şəkil çəkdirmişdim. O şəkili mən həmin o şagirdimizə və digər yoldaşlarına da göstərdim ki, mən sizdən bu balı gözləyirəm və inanıram ki, siz gələn il bu balı toplayacaqsınız. Bu artıq onlarda yüksək, amma real gözləntidir. Yəni mən düzdür, hədəfimi yuxarı tutdum, onlara da bu motivasiyanı ötürdüm və əksəriyyəti də, hə, müəllimə, biz niyə almırıq? Əlbəttə ki, biz də ala bilərik. Bəli, biz ondan da çox toplayarıq. Biz belə eləyərik, biz elə eləyərik. Yəni, artıq özlərində daha da bir motivasiya olub. Yəni, real gözlənti də məhz budur elə mənə görə. Ki, şagird ən azı düşünsün ki, mən başqalarından daha da yaxşı hərəkət eləyə bilərəm. Baxın, bu zaman biz onlara artıq inanır və onlardan gözləntimizi yüksək götürürük. Növbəti slaydımıza keçəcəksiniz müəllimlər. Və nəticəyə gəldik, çıxdıq. Sinifi idarə edilməsi yalnız qayda qoymaq demək deyil. Bunu əvvəldə də dedik, ortada da dedik, indi də deyirik. Planlama, üstəgəl mühit, üstəgəl motivasiya ilə birlikdə işləyəndə uğur gəlir. Yəni, planlayırıq, o mühiti yaradırıq və şagirdlərə də o motivasiyanı veririk ki, planladığımız fəaliyyət hərəkətə keçsin. Mühit hərəkətə keçsin, davam eləsin. Profilaktika nədir? Problemləri yaranmadan önləmək. Məsələn, fikirləşirik ki, Əli potensial dəcəldir. Biz elə eləməliyik ki, Əlini artıq gözümüzdən qaçırmayıq. Müşahidəmizdə saxlayaq həmişə ki, axı Əli biraz təsirə düşsə başqa hərəkət eləyəcək. Düzdürmü? Yəni, biz problemi yaranmadan önləməliyik. Mən bilməliyəm ki, Əlinin yanında Fərid otursa, mütləq onlar dalaşacaqlar. Mən bilirəm ki, Əli gedib ən arxada otursa, o mütləq söhbət eləyəcək, başı qarışacaq, mənə diqqəti olmayacaq. Yəni, problem yaranmadan da biz bir çox hallarda hiss eləyirik və öngörürük ki, bu belə olacaq. Ona görə də qabaqcadan öz addımımızı düzgün atmaq lazımdır ki, hə, mən niyə Əlini arxada qoyuram? Elə qoy gözümün qabağında otursun və mənlə göz kontaktı qurub dərsdə daha aktiv olsun. Və müəllim sakit, amma aydın liderdir. Mühit isə həm öyrənən, həm öyrədən üçün rahat olmalıdır. Yəni, biz təkcə şagirdlər üçün bunu eləmirik. Biz həm də özümüz üçün eləyirik bunu. Çünki biz onlarda bunu yaratsaq, bizim işimiz asanlaşır. Yəni, şagirdə motivasiya verməklə, dərsdən əvvəl, dərs zamanı, dərsdən sonra müəyyən fəaliyyətlə məşğul olmaqla biz ancaq onlar üçün çalışmırıq. Biz özümüz üçün deyirik ki, sabahları girib sinifdə bir var ki, ancaq əsəbləşək elə, deyək ki, ay Allah, mən bu sinifə girdim, çox səs-küylü idi, çox yorucu idi, istədiyimi verə bilmədim, istədiyimi ala bilmədim. Biz onu həmçinin özümüzə eləyirik. Bir növ öz işimizi asanlaşdırmaq üçün eləyirik ki, sinifi düzgün quraq, düzgün idarə edək və həm özümüz yorulmayaq, həm də qarşımızdakı insanlara yaxşı gələcək bəxş eləyək. Yəni, onları düzgün formada yetişdirək və düzgün formada irəlilədək. Unutmayaq, səmərəli idarə etmə müəllimin sakit gücüdür. Bəli, mən bunu bir aforizm kimi deyim, yoxsa bir günün sözü kimi qoydum ki, səmərəli idarə etmə müəllimin sakit gücüdür. Adətən bunu biz biraz təcrübəli müəllimlərdə artıq, bəlkə də bilmirəm, bəlkə onlar hirslənirlərmi, yoxsa necəmi, amma bəzən təcrübəli müəllimlərdə biz bunu görürük ki, onların dərslərində şagirdlərimiz daha
az səs salır və ya heç səs salmır, nədənsə çəkinirlərmi, yoxsa ümumilikdə bir qorxu mu olur, yoxsa ümumilikdə bir hörmət mi olur yaş münasibətinə görə? Amma biraz daha gənc müəllimlərimizdə adətən, biraz səs-küy və ya biraz, nə bilim, başqa cür uşaqlarda elə bil ki, bir yoldaşlıq, doğmalıq hissi mi çox olur, istəyirlər ki, biraz şıltaqlıq eləsinlər. Amma yenə də hər bir halda yaş olaraq fərq eləmir. Biz hər birimiz sinifə giriksə, müəllimiksə, o idarə etməni düzgün formada həyata keçirtməliyik. Sinifi düzgün, səmərəli idarə etməliyik. Əgər biz bunu düzgün formada istənilən, təcrübə ilimizdə eləyə biliriksə, deməli bu bizim gücümüzdür. Bu gücü də növbəti illərə daşıya bilirik, əziz müəllimlər. İndi isə keçək suallarınıza. Suallarınız varsa buyurun. Hə, suallarımıza keçdik müəllimlər. Müəllimlərim, bugün mən deyəsən incitdim, ancaq slaydlarla bağlı. Yenə də slayd yox idi. Axı mən slayd bu bir ekranda gördüm. Əziz müəllimlər, son mesaja baxım görüm sonda görünür slayd yoxsa yox. Görünür yazanlar da var, görünmür yazanlar da var. Hə. Slaydları narahat olmayın, mən qrupa göndərərəm. Üzrlü sayın, bilmirəm nədən qaynaqlandı bugün problem. Əslində normalda olmurdu. Ekran kaydı etmişik, amma slayd görsənməyibsə bilmirəm onu necə bərpa eləyə bilərik, amma hər bir halda ekran kaydı, yəni rekord var. Rekordumuz var. İnşallah ümid edirəm ki, slaydların çoxu görsənər. Görsənməsə də mən slaydları qrupa göndərərəm, məmnuniyyətlə baxa bilərsiniz. Suallarınız varmı müəllim? Müəllimlər? Hə, müəllimlərdə yazmışdı ki, hamısı görsənmişdi, narahat olmayın. Hər bir halda Svetlana müəllimə, mən nəysə bugün yaman narahat qaldım ki, görünür, görünmür. Çünki mən digər telefonla da qoşub buradan da izləyirəm həmçinin. Bəzilərini mən də gördüm, amma bəzilərini görmədim təəssüf ki. İndi slayd yoxdur, narahat olmayın. İndi, yəni, slayd artıq bitib deyə bağlamışam. Suallarınız varsa buyurun müəllimlər, suallarınızı zəhmət olmasa. Suallarınız yoxdursa, mən sizə sual verim. Sualımız odur ki, sizin dərsdə, yəni sinifin idarə edilməsi üçün istifadə etdiyiniz taktikalar hansılardır? Zəhmət olmasa bununla bağlı chatdə yazılarınızı gözləyirəm. Şəfəq müəllimənin bir sualını gördüm indi, reaktiv və proaktiv müəllim haqqında. Şəfəq müəllimə, gəlin bunun haqqında mən sizə ayrıca bir qrupa məlumat göndərim. Çünki hal-hazırda bununla bağlı slayd yoxdur qarşımda. Ona görə təəssüf ki, slayd olmadığı üçün istəmirəm danışmaq. Amma mütləq formada bununla bağlı sizə məlumat göndərərəm və ya növbəti təlimimizin kiçik də olsa bir hissəsini salaram. Məlihə müəllimə deyir ki, səmimiyyət və disiplinlik. Bəli, səmimiyyət əslində çox rol oynayır, amma bəzən şagirdlərimiz səmimiyyəti yanlış anlaya bilir. Hə, müəllimlərimizə yazıblar ki, mən sakit duraraq şagirdlərin fikirlərin mənə yönəlməyini gözləyirəm. Qəşəng taktikadır, dünyada da çox məşhurdur və bir çox, yəni beynəlxalq təlimçilər də hətta istifadə edir, hətta böyük yaş qrupları ilə də təlimlər keçərkən istifadə edirlər. Kim dərsini danışmadan yazsa, ona möhürlü qiymət verəcəm. Əla, əla, Aynurə müəllimə. Bunu mən ibtidai sinif müəllimlərində görürəm. Bəzən şagirdlərin aşağı siniflərdə, gündəliklərində görürəm ki, möhürlü qiymətlər xoşuma gəlir, amma onu da deyim sizə. Maraqlı gəlir, yəni fərqli bir şeydir və uşaqlar da bəyənirlər. Əsas odur ki, uşaqlar bəyənib ona riayət eləsinlər. Sonra başqa?
Mən şagirdlərə dərsə gecikən zaman prosedur tətbiq edirəm. Dərsi pozmadan keçib əyləşsinlər. Hə. Nurani müəllimə, mən də əslində gecikən şagirdlərdən heç vaxt dərsimi saxlayıb soruşmuram ki, niyə gecikdin, nəyə bu vaxtı gəldin, nə üçün belə elədin? Yox. Elə işarə ilə əlimlə eləyirəm ki, keç otur, amma dərsin sonunda zəngdə mütləq həmin şagirdi çağırıb səbəbini öyrənirəm. Məncə bu belə olmalıdır. Çünki həmin vaxtı soruşmasaq da dərsin gedişatını pozmamaq üçün sonda şagirdi çağırıb səbəbini öyrənmək lazımdır ki, təkrarlanmasın. Sonra şagirdləri çalışdırmaq, çox fasilə verməyi sizdən öyrəndim. E, Fidan Zeynalova yazıb, tam başa düşmədim cümlənizi Fidan müəllimə. Çox fasilə vermək deyəndə tam olaraq anlamadım. Zəhmət olmasa bir dənə aydın yazarsınız, oxuyarıq. Ciddiyyət və intizam yeri gələndə gülərüz, yeri gələndə ciddi. Bəli, Fərmanə müəllimə. Yəni müəllim bir obrazda olmalı deyil. Və əslində müəllim ən böyük aktyordur və yeri gələndə gülməliyik, yeri gələndə intizamlı formada ciddi durmalıyıq. Amma ciddi o demək deyil, belə əsəbi duraq, şagirdə aqressiya göstərək. Xeyr, mənə görə ciddi o deyil, amma yəni ciddi sadəcə gülümsəmədən şagirdin üzünə, gözünə baxmaqdır mənə görə. Əl çalaraq şagirdlərin fikrini özümə yönəldirəm. Əla, Turanə müəllimə qəşəng taktikadır. Mən də bəzən birinci, ikinci siniflərdə istifadə eləyirəm. Yaxşıdır. Bəzən hətta mənim bir balaca zəngim var. Əslində o mən British Council-dan işlədiyim vaxtlardan mənə qalan bir metoddur. Sadəcə sonra biraz istifadə eləmədim, amma o da maraqlıdır. Əgər elə bir zənginiz, balaca belə zənglər olur əldə, onunla vuranda artıq şagirdlərin bilirdi ki, sakit durmaq lazımdır. Hərdən işə yarayırdı, yəni o da. İstifadə eləyə bilərsiniz. Sonra danışmadan əlimlə 3-dən geri sayıram. Əla, bunu mən istifadə eləyirəm. 1, 2, 3, mən 3-dən geri saymıram. 1, 2, 3 deyirəm. Heykəl olurlar. 10-cu sinif şagirdləri dərs keçirməsini istəmir, necə edək? Hə, baxın, onların motivasiyasını yığmaq, bayaq da dedik ki, daha çətindir. Yəni, siz onların hədəflərini öyrənin ki, sən nə olmaq istəyirsən? Yəni, məsələn deyirəm, mən tutaq ki də, əslində şagirdə ingilis dili, riyaziyyat məsələn, buraxılış fənlərinin imtahanları lazımdır, amma mən şagirdə məcbur eləmişəm ki, ədəbiyyat öyrən. Amma o isə heç ədəbiyyata yəni, nə marağı var, nə istəyi var, nə də ki, onun gedəcəyi ixtisasda onun yeri var. Düz deyə, bu o demək deyil ki, ədəbiyyat fənni lazımsızdır. Lazımsız olsa dövlət ora qoymazdı. Sadəcə məsələ odur ki, biz onu sevdirə bilərik. Müəyyən filmlərdən fraqmentlər gətirə bilərik. Müəyyən, nə bilim, hansısa bir maraqlı epizodları göstərə bilərik. Ən azı o filmə baxaraq o ədəbiyyatı sevə bilər və ya digər fənlərdə elə. Məsələn, biologiya və ya nə bilim, kimya və ya riyaziyyatdan. Yəni, elə arqument gətirməlisiniz ki, o uşaq ona maraq oyatsın. O bilsə də ki, bu mənim imtahanımda istifadə olunmayacaq, yəni blokumda lazım deyil bu fən, amma ən azından marağı olduğu üçün oxusun. Yəni, inanın ki, mən bunu eləyirəm, heç olmasa uşaqlara, məsələn, indi dil dərsidir, düzdür, imtahan olaraq var hamısında, onsuz da yəni bir şəkildə onlar o imtahanı verməlidirlər. Amma ən azından, məsələn, başqa fənlərdə bəzən indi məktəb təzə başlayanda və ya olur da indi müəllim yoldaşlarından hansısa bir halda, hansısa bir səbəbə görə olmayanda biz əvəzləmələrə müəllimlərlə giririk və fənnim olmadığı müəllimin də dərsində bəzən oturanda o zaman mütləq həmin fənnə uyğun hansısa bir maraqlı bir şey eləməyə çalışıram ki, təbii ki, bildiyim qədərində, yəni mən deyə bilmərəm ki, durub riyaziyyat izah edirəm, amma ondan maraqlı bir şey, məsələn, riyaziyyata aid hansısa bir maraqlı fakt qoyuram və ya deyək ki, hansısa TEDx çıxışı, riyaziyyatçının TEDx çıxışından bir parça video qoyuram ki, bax buna görürsən necə riyaziyyatçıda amma bu cür çıxış eləyib, filan şeyi tapıb, nə bilim, maraq oyatmaq lazımdır da bir sözlə. Çalışın, maraq oyadın, həmin fəndən o zaman uğur əldə edəcəksiniz. Sonra mən ən dəcəl və oxumayan şagirdimi cəlb etmək üçün onu özümə köməkçi edirəm ki, boş qala bilməsin. Hə, mən bu taktikanı istifadə edirəm. Xəyalə xanım Əkbərli, Xəyalə müəllimə əla. Mən bundan istifadə edirəm. Daha çox 5, 6, 7-ci siniflərdə bu çox işə yarayır. Köməkçi eləyəndə mütləq o şagird gəlir sizin yanınıza və sizə dəstək olur və qaydaları da bir yerdə qurursunuz artıq ondan. Sonra dərs sonunda pizza dilimi oyunu edirik lövhədə. Həmin pizza dilimləri, yəni keçdiyimiz sözlər, sifətlər, antonim filan, feil zamanlar. Buna oxşar mən hansı oyun eləyirəm Zülfiyə müəllimə? Sözün sonunda, məsələn, kitab, B-la qutardı, B-la yeni bir söz. Düzdür, bunu biz ingilis dilində eləyirik, amma
Dil müəllimləri də bunu rahat eləyə bilər. Azərbaycan dili və ya ingilis dili və ya onu tutaq ki, riyazi terminlərə aid eləyə bilərsiniz, biologiya terminlərinə aid eləyə bilərsiniz ki, sözün sonundakı hərfəyə kateqoriyalara bölməklə. Yəni, bu maraqlı oyundur, uşaqların xoşuna gəlir özdə. Sonra böyük siniflər çox intizamsız olur. Əslində İradə müəllimə, valla sizə açığını deyim, böyük siniflərlə işləmək kiçiklərlə daha rahatdır. Çünki kiçiklərə mütəmadi olaraq oyunlarla siz cəlb eləməlisiniz. Hər dəfə fərqli bir şey eləməlisiniz ki, onların diqqətini cəlb eləsiniz. Amma böyüklərə biraz daha taktika ilə, biraz daha fərqli formada yanaşsanız, əmin olun ki, yəni böyüklər daha yaxşıdır, daha asandır ələ almaq onları. Sevinç müəllimə sual verib ki, dərsləri necə maraqlı etmək olar? Sevinç müəllimə, bu sizin işlədiyiniz yaş qrupundan asılıdır. Yəni, hansı yaş qrupu ilə hansı tapşırıqları edəcəyinizdən asılıdır. Mən fikirləşirəm ki, bu ayın sonuna sizə maraqlı bir ən azı müəyyən PDF-lər göndərim ki, hər fəndə siz hansı fəaliyyətləri, hansı oyunları keçirsəniz şagirdlərinizlə maraqlı olar. Düzdür, mən ingilis dilinə aid olanları bilirəm, amma digər fənlərdə bəzilərini belə deyək də uyğunlaşdırmaq olar, amma konkret olaraq hamısına aid olanları bilmirəm. Və onları müəyyən formada yığıb sizlərə göndərərəm ki, istifadə edib dərslərinizdə bizimlə də paylaşasınız. Hə, gecikmə təkrarlanırsa söhbət edirəm, əla. Sonra başqa fərqli bir şey varmı? Lyudmila müəllimə yaxşı bir cümlə yazıb. İngilis dili sevməyənlərə bir cümlə yazıram ki, metroda ikinci dil hansıdır? Bəli, mən onu ümumiyyətlə cənab prezidentin çıxışlarından qoyuram ki, uşaqlar, baxın, yəni, görün ölkəmizi, yəni, prezidenti belə bu cür ingilis dilində sərbəst, səlis formada danışır. Siz niyə, yəni, danışa bilmirsiniz? Öyrənin, həvəslənin, motivasiya olun. Onlar ondan xoşu gəlir. Belə istəyirlər ki, özlərini böyük insanlar kimi aparıb danışmağı öyrənsinlər. Belə, əziz müəllimlər, baxıram, bəzi cümlələrimiz, təkrarlarımız da var, fərqliliklərimiz də var. 1 və 2-ci sinifləri ingilis dilindən necə motivasiya etmək olar? Çoxdur, Fidan müəllimə, o qədər üsullar var ki. 1-ci və 2-ci siniflərlə bağlı mən sizə bugün ya da sabah 3 dənə YouTube videosu ataram. Hansı ki, mən onları bu həftə çəkmişəm uşaqlarla. Yəni, heç bir qabaqcadan hazırlıq da olmayıb, elə dərs zamanı ilk özümü təqdim eləyib, onlara da izah eləmişəm ki, siz də özünüzü təqdim eləyin və onlar başlayıblar sırayla özlərini təqdim eləməyə. Səhv deyən də olub, düz deyən də olub, amma arxayın ola bilərsiniz ki, yəni bizim ilk dərsimizdir. Bilirsiniz ki, ibtidai siniflərdə həftədə bir dəfə olur və ötən həftə ilk dərs həftəsi idi deyə cədvəl tam qurulmamışdı, amma bu həftə bir dəfə keçib və o videoları çəkmişik. Göndərəcəm, baxarsınız, özünüzə adaptasiya eləyə bilərsiniz təbii ki. Bəli, narahat olmayın Sevinç xanım. Bütün PDF-ləri nəhayət sonda, yəni qrupa göndərəcəm. Həm slaydlarımızı, həm də ki, əldə etdiyim sizin üçün maraqlı PDF-lər, oyunlar, onları qrupa göndərəcəm. Hə, Xəyalə müəllimə bir dənə maraqlı bir şey yazıb ki, yuxarı siniflərdə onların ixtisas seçimi ilə maraqlanırım. Sonra deyirəm, ali təhsil alanda informatika lazım olacaq, magistratura istəsən, sonda da lazım olacaq. Bəli, təbii ki, biz onların maraqlarını öyrənib, ona uyğun onlarda öz fənnimizə qarşı sevgi yarada bilərik. Belə. Əziz müəllimlər, hə, rus dilindən necə motivasiya edək? Şagirdlər deyirlər ki, artıq rus dili modda deyil. Yox, baxın, gəlin bir daha deyirəm. Ümumiyyətlə, fransız dili, rus dili, ingilis dili, dillərə olan motivasiyanı cənab prezidentin çıxışları ilə eləyir. Uşaqlar çox xoşlayırlar onu, həqiqətən çox xoşlayırlar. Yəni, rus dilində də kifayət qədər çox çıxışlar var. Hətta o 7 dildə 6 başlayın, yəni o həm fransız, həm Azərbaycan, həm türk, həm ingilis, həm rus dilində olan çıxış o bir videosu var, hansı ki, bütün jurnalistlər orada suallar verir və o da hərəsinin öz dilində cavab verir. İnanın ki, o hissə, yəni həqiqətən də uşaqları çox motivasiya eləyir. Yəni mən bunu dəfələrlə istifadə eləmişəm dərslərdə və çox xoşlarına gəliblər uşaqların. Hə, mən ibtidai siniflərdə mövzuya aid hərəkətli videolara baxdırıram və hərəkətləri təkrarlayırlar. Okey, çox gözəl. Bunu mən də ingilis dilində adaptasiya eləmişəm, effektivdir. Çox sağ olun, əziz müəllimlər. İnşallah növbəti həftə 5-ci gün görüşəcəyik. Növbəti həftənin mövzusunu artıq bilirsiniz. Suallarınız varsa, təbii ki, suallarınızı inşallah verin.
çəkinməyin. Texniki suallarınızı Fərdə müəlliməyə verəcəksiniz, amma dərslə bağlı hansısa bir çatışmayan suallarınızı mənə verə bilərsiniz. Yəni dərsdə ola bilsin ki, nəyisə bəlkə hansısa slaydda problem olub və onu istəyirsiniz ki, daha detallı öyrənəsiniz, problem deyil. Suallarınızı verərsiniz, cavablayarıq inşallah. Amma texniki tərəfdən nəyisə sualınız varsa ki, məsələn, adımda səhvlik var idi və ya övladımın timsi ilə girmişəm, nə bilim, qohumun timsi ilə girmişəm, orada ad belədir, amma əslində belə yazılmalıdır. Onları Fərdə müəlliməyə deyərsiniz. Çox xahiş edirəm, çünki o işləri Fərdə müəllimə sizə köməklik eləyəcək. Çox sağ olun əziz müəllimlər. Gecəniz xeyrə qalsın. Növbəti təlimimizdə görüşənədək.